Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Keçən fəsildə Şeyx Rəhməhullah orucu pozan amilləri zikr etmişdi. Burada bir məsələyə də toxunmaq yerinə düşərdi ki, hansı ki, bu məsələ barəsində qardaşlardan çox suallar olur. O da bəlğəm məsələsidir. Yəni, bəlğəm orucu pozur, yoxsa pozmur. Mədinənin fəqihlərindən, usulçularından olan Şeyx Süleyman Ruheyli Həfizəhullah buyurur ki, alimlər bəlğəmi iki qismə bölüb. Alimlər bəlğəmi iki qismə bölüblər. Birinci qism o bəlğəmdir ki, yuxarıdan aşağı enir. Yuxarıdan, yəni başdan və yaxud burundan sinəyə enən bəlğəmdir. Və bunun iki halı var. Birinci halı odur ki, başdan və yaxud burundan birbaşa ağızdan keçmədən mədəyə və yaxud sinəyə enir. Qida borusuna enir. Yəni, insan birdən-birə boğazında hiss edir. Bu hökmü nədir? Yəni, bu orucu pozmur. İkinci halı odur ki, ağza çıxır, yəni burundan və yaxud başdan aşağı enir, ağza çıxır, sonra ağızdan boğaza enir. Boğaza gedir. Bu növ, əgər insana qalib gələrsə, o zaman orucunu pozmur. Yəni, burundan gəldi ağzına, bacara bilmədi, qəflətən getdi boğazına. Çıxarda bilmədi. Bunun hökmü nədir? Bu orucu pozmur. Yəni, bu da qusmaq kimidir. Yəni, əgər insana qalib gələrsə, nə olur? Orucu pozulmur. Amma, əgər ağızdan çıxarmağı insan bacararsa, ağzından, yəni burundan gəldi ağzına, həmin insan ağzından çıxarmağı bacararsa və bunu bilərsə, yəni hökmünü bilərsə ki, bunu utsa, orucu pozulacaq. Yəni, bundan istisna oldu ki, hökmünü bilməyəm. Və bilərəkdən udarsa, buradan da istisna oldu ki, unutqan olan o insan ki, yəni orucda olduğunu unudub. O zaman o orucu pozur. Yəni, gəldi burnundan ağza, çıxartmadı. Yəni, çıxartmağa qadir olduğu halda, hökmün bildiyi halda və xatırladığı halda onu çıxartmadı, utdu. Onda nə olur? Həmin bəlğəm orucu pozur. Çünki həmin insan öz mədəsinə ağız yolu ilə başqa maddə daxil etdi. Həmin insan öz mədəsinə ağız yolu ilə başqa maddə daxil etdi. Bəlğəmin ikinci qismi isə, ikinci növü isə sinədə olub yuxarıya qalxan bəlğəmdir. Yəni, birinci növ yuxarıdan aşağı enirdi. İkinci növ isə sinədə olan bəlğəmdir. Bunun da iki halı var. Birinci halı odur ki, həmin bəlğəm sinədən çıxmır, boğazdan çıxmır, sinədə qalır. O, sinədə hiss edirsən, boğazın içində hiss edirsən. Bu orucu pozmur. Çünki bu əslində sinədədir. İnsanın içindədir, sinəsindədir. Və orucludan onu çıxarmaq da tələb olunmayıb. Əksinə orucluya onu çıxarmaq məşru deyil. Yalnız nə zaman çıxarda bilir, nə zaman icazəlidir? Əgər ona əziyyət verərsə, onda sinəsindəki bəlğəmi çıxarda bilər. İkinci halı odur ki, sinədə olan bəlğəmin ikinci halı odur ki, ağza çıxır. Yəni, insan öskürür və yaxud boğazını artladıqda sinəsindəki bəlğəm ağzına gəlir. Bunun da iki halı var. Birinci, əgər ona qalib gəlib, geri qaydarsa, yəni çıxdı və tez geriyə qayıtdı, tüpürə bilmədi onu. O zaman onun orucu pozulmur. Çünki həmin insan yəni, öz ixtiyarı ilə etmədi bunu. Öz ixtiyarı ilə etmədi. Yəni, keçən dərslərdə zikr olunmuşdur ki, orucu pozan amillər hansı hallarda orucu pozur? Yəni, onlardan da biri nədir? Öz ixtiyarı ilə etməlidir. İkinci halı odur ki, əgər sinədən ağza gəlirsə, yəni insan onu çıxarmağa qadir olarsa,
hökmü bildiyi halda və bilərəkdən onu udarsa, o zaman nə olur? Onun orucu pozulur. Və əgər bir nəfər desə ki, nə üçün bəlğəm tüpürcək kimi deyil. Yəni, tüpürcəyə udmaq orucu pozmur. Amma bəlğəmi zikr etdiyimiz kimi udmaq orucu pozur. Onda şeyx buyurur ki, onda deyirik ki, o tüpürcək kimi deyil. Çünki ondan qorunmaq mümkündür tüpürcəyin əksinə olaraq. Bəlğəmdən qorunmaq mümkündür. Amma ağız suyundan, tüpürcəkdən qorunmaq mümkün deyil. Çünki tüpürcək həyatın əslidir. Ağız suyu insanın həyatının əslidir. Bəlğəmin əksi olaraq. Əgər insan öz ağız suyunu udmasa, ölər. Və bu da şeyx Hafizahullah buyurur ki, bu da nəyə bənziyir? Tüpürcək ağızdakı qana oxşayır. Yəni, insanların çoxunun ağzı qanayır. Dişi qanayır. Ağzında qan olur. Bu, orucu pozur, yoxsa pozmur. Yəni, insan ağzında qan var, dişi qanayıb. Hökmü nədir? Orucu pozur, yoxsa pozmur. Və şeyx buyurur ki, bunun da iki halı var. Birinci, əgər bilməsə bunu, yəni insan bilmir ki, ağzı qanayır. Və həmin qan tüpürcəyə qarışıb onu udur. Xəbəri yoxdur ağzının qananmasından. Bu zaman onun orucu nə olur? Pozulmur, orucu səhihdir. İkinci halda odur ki, əgər bunu bilərsə, yəni bilir ki, ağzı qanayır. Və bunun da iki halı var. Birincisi, ağzı çox qanayır. Bunda ona vacib olan nədir? Bunda ona vacib olan odur ki, onu tüpürsün. Əgər bilərəkdən və qəsdən udarsa, yəni hökmü bildiyi halda qəsdən udarsa, o zaman nə olur? Onun orucu pozulur. Və ikinci halda odur ki, qan azdır. Ağzı qanayır, az qanayır. O zaman bu ona bağışlanır. Çünki o qan tüpürcəyə qarışır. Yəni, az olduğuna görə tüpürcəyə qarışır və tüpürcəyin hökmünü götürür. Yəni, Allah Subhanahu taala bizi eşidib faydalananlardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.